Gəlin əvvəlcə manual screenshotdan başlayaq. Manual nə deməkdir? Biz kodda yazacağıq ki, hansı sətirdə, hansı addımda screenshot olunsun. Amma ilk öncə yeni bir folder yaratmalıyıq. Java package-inin altında mən yeni bir package yaradıram və adını qoyuram utils. Utils odur ki, alətlərdir. Mən burada alətləri yerləşdirəcəm. Məsələn, screenshot edən bir metod yaradacağam. Bu screenshot edilən metod nə testə aiddir, nə də page object modeldə indi onu keçməmişik. Orada hər hansısa bir folderə aiddir utilsə və mən utilsin içində yeni bir class yaradacağam və bunun adını qoya bilərik ki, screenshot. Screenshot belə qoya bilərik. Yəni balaca hərflə yazaq, screenshot. Hərəkət etmirəm. Burada belə bir metod yaradıram. Public static void. Gəlin ingiliscə qoyaq adı take screenshot. Take screenshot. Take screenshot bir arqument alacaq və o arqument driver olmalıdır. Çünki biz testimizdə işə saldığımız zaman hər hansısa bir tab açılır və bu hər bir tab bir driverdir. Biz bunu demişik. Testimiz run olunanda hansısa sayt açılır. Deyək ki, Amazon və o Amazonda biz screenshot götürməliyik. Ona görə o tabı biz parametre olaraq driveri göndərməliyik. Web driver. Yəni import edək. Web driver. Driver. Və screenshotun adı. Çünki hər dəfə screenshot etdiyimizdə bir ad verməliyik. String screenshot name. Blokumuzu açırıq. Burada yazırıq. Data type'ı byte olan arraylərdən təbii ki, byte'lardan ibarət olan array. Adını veririk screenshot bytes bərabərdir. Və Selenium'dan belə bir metod götürməliyik. Text screenshot. Burada yazırıq driver nöqtə get screenshot as. Və bunun içində biz yazmalıyıq ki, output type bytes nöqtəli vergül. Daha sonra bu artıq screenshotu götürəcək, screenshot edəcək və bu screenshotu biz əlavə etməliyik reportumuza. Ona görə də allur yazacağım, allur. Təbii ki, mən bu alluru import etməliyim. Nöqtə add attachment. Və bura əvvəlcə screenshotun adını verəcəm, screenshot name. Və daha sonra new byte array input stream olmalıdır. Byte array input stream. Bəli. Və onun içinə screenshot bytes verəcəm. Bu oldu mənim screenshot hazırlayan deməli klassım. Testində bunu istifadə etmək üçün mən nə etməliyəm? Keçirəm Heroku test Java'ya və gəlirim burada düşək aşağı. Daha doğrusu bura gələk. Unit test. Checkbox link.click var. Klik etdikdən sonra gəlin screenshot götürək. Bunun üçün mən screenshot yazacağım. Nöqtə qoyacağım. Nəyə görə mən sual verə bilərsiniz ki, bəs biz klass yaratdıq və bu klassın metodundan, take screenshot metodundan istifadə etmək üçün nəyə görə mən obyekt yaratmadım? Cavabı odur ki, çünki mən metodumu statik elədim. Mən bu metoddan istifadə etmək üçün obyekt yaratmama ehtiyac yoxdur. Birbaşa klass yazıb, nöqtə qoyub metodu çağıra bilərəm. Take screenshot, driver göndərirəm və adım verirəm. Deyək ki, checkbox, deyək page, checkbox page. Daha sonra bunu bir daha kopyalayıram və assertionlardan sonra yapışdırıram burada. Bir də mən burada fikir verdim, bizim driver quitimiz var. Bunu buradan silmək lazımdır, çünki after each-də quit var. Niyə görə onu orada saxlamışam bilmirəm, siz də silin. Screenshot və checkbox page. Yazıram burada checkbox 2 is selected. Çünki assertion yoxlamalıdır ki, nömrə 2 checkbox işarələnib. Gəlin testimizi run edək və baxaq ki, nə baş verdi. Bunun üçün mən terminalı açmalıyam. Və burada yazıram maven clean test allur surf. Testimiz run olundu. Allur report generasiya olunmalıdır. Və gəlin baxaq ki, bizim screenshotumuz hardadır. Overview, Heroku test, unit test və test body. Test body'nin içində bizim 2 ədəd screenshotumuz var. Baxın, bu oldu bizim birinci screenshotumuz, test body və bu da oldu bizim ikinci screenshotumuz. Deməli, ikinci də işarələnib. Hər ikisini biz screenshot etdik. Bu adlandı bizdə manual screenshot. Gəlin mən burada yazım onu.
Manual screenshot. Nə deməkdir manual screenshot? Kopyalayıb burada yapışdıracağam. Manual screenshot o deməkdir ki, mənim deməli testim keçdi, keçmədi, fərqi yoxdur. Mən bu sətirdə demişəm ki, ay mənim testim, get oradan screenshot elə. Fərqi yoxdur. Nə oldu, nə olmadı. Bu sətrə gəldin, çatdınsa, təbii ki, bu sətrə gəlib çatana qədər error olubsa, o başqa. Onda heç bura gəlib çatmır. Amma bura gəlib çatmısansa, zəhmət olmasa mənim üçün bir screenshot elə.